Gel. Salam aleyküm. Salam, buyur. Keç əyləş. Mən İşlə əlaqədar gəlmişəm. işlə əlaqədar Ay, sizin nə əlaqət gözəl. edirəm. Ay, nə gözəl. Belə ali təhsiliniz var yəqin. Mənim ali təhsilim var. Özüm Gəncənin Texnologiya Universitetini bitirmişəm. İqtisadiyyat və İdarəetmə fakültəsini. Deməli belə, sənin kimi o qədər insanlar belə deyib, iş düzəltmişəm, sonra məni görəndə, qardaş, tanımır. Deyirsən kimsən? Sən belə elə. Siz mənlə olanda öyle, mən özünüz görəsiniz. Yaxşı, sənin pulun müqabilində burada görün nə var idi? Mühafizətçi 350-400 manat. Yaxşı, təbrik Sağ edirəm. olun, Səni inşallah böyük vəzifələrdə gözləyirəm. İnşallah, inşallah. Buyurun. Çox sağ olun. Siz ki belə müqəddəs işlə məşğul olursunuz. İnşallah yeriniz cənnətlik olar. Yaxşı, nə iş istəyirsən? Mənim sənətim rəssamçılıqdır mənim. Ha, rəssam ha. Ha kişi, sən bunu gərək qabaqcadan fikirləşməliydin. Gedib özünə sənət tapıb rəssam. Hə. Mən hardan bilim ki, bu rəssamlıq bir sənət deyilmiş aynen. Tak, Mixaylo, sən belə elə. Şəxsiyyət vəsiqə surətin, bir də ki 20 manat pul. Oradan verirsən katibiyə, gedirsən evə. Mən sənə zəng vuranda qaça-qaça gəlirsən. Üzr istəyirəm mənim. Bilmək olar nə işdə o. Səni qəşəng bir şirkətə fəhlə göndərirəm. Hardasa mənim işimə, ixtisasıma uyğun iş olmazdı sizdə. Elə sənin sənətinə yaxın bir işdir də fəhləçilik. Üzr istəyirəm, mənim fəhləçilik hara, rəssamlıq hara. Kişi, elə ikisi də eyni hörmətə malikdir də. Salam, gəlmiyorlar. Ha, da gəlmirsən də keç əyləş. Hə. Mən neçə vaxt işsizdən... Nə iş istəyirsən? Mən? Sürücü. Maşının var. Yox, Heç olmasa sürücülük vəsiqən. O necə? yox. Maşın sürmüsən? Didid, baba, didid. Hə, bir dəfə sürmüşəm. Əhsən, onda sənə zaval yoxdur. İnandırım sizi. Bu kompüter oyunları var, maşın sürmə. Orada bir maşın sürmüşəm. Düppədüz iğne kimi, düppədüz maşın sürmüşəm. Düppədüz. Əli. Yaxşı, adın nə oldu sənin? Mənim? Aha. Hüseyin. Hüseyin, sənə bir dənə sual verim. Buyurun. Maşını sürətlə sürürsən. Hə. Birdən qabağına maneə çıxdı. Nə eləməlisən? Maniyəni keçən kimi tormuzu basıram. Tormuz? Tormuz Hüseyin, əla. Mən? Hə, tormuz Hüseyin, əla. Sən əsl peşəkarsan. Çox sağ ol. 100 manat köçürdürsən, sən qeydiyyata düşürsən. Biz zəng vuranda gələrsən. Ay sənin başıma dönüm. Mən ömrümdə 100 manat görməmişəm. Ən çox gördüyüm 50 manat olub. Pay atonan, kişi, bu işdə çoxsunun gözü var. Mən də boş yerə 1 saatlıq vaxtımı sərf eləmişəm buna. Dur, çıx söylə, tez. Mən nə dedim ki... Davay, bebe. Yaxşı. Bax, mən sənə 50 manat verirəm. Dedim qalanını da götürüm gəlim. Sən Allah, qurban olum sənə. O işi heç kimi vermə. Yaxşı, tez elə, apar köçürt, ora vaxtım yoxdur. Baxşın ha, orada mənə maşın vericilər sürməyə. Kişi, əlbəttə ki, velosiped verməyəcəklər ki, biraz tez elə. Bilirsin, ölürəm maşın sürmək üçün, ölürəm maşın sürmək üçün. Yaxşı, Çox sağ olun. Allah sizdən razı olsun. Heyvanıma şükür, ay Allah. Mən neyniyəcəm, nə cavab verim buna bilmirəm. Alo, Fürsət müəllim, salam. Mən idim. Bura bax ha, hətə.
Hal-hazırda nə qədər pul düzəltmisən? Utanıram da deməyə 7000. Sən nə qədər düzəltmisənsə, götür onu bugün gəl yanıma. Yaxşı, yaxşı. Fürsət müəllim, 1 saata gəlirəm. Narahat olma. Hə, tez ol, oldu gözləyirəm. Gəl. Salam. Xoş, əyləş. Mən iş axtarmağa gəlmişəm. 10 ildən çoxdur burada yaşayıram. Ha, laf gözəl, laf gözəl. Əslində Hindistanlıdır. Oo, Bir yerə götürəndə sizin geziniz ilə. Aa, Hindistan, Mithun Chakraborty, Jimmy, Allah tanıyıram. İndi iş yoxdur. İş axtarırsan. Sənə iş taparıq. İş taparıq. Belə nə bacarırdın Hindistanda? Hindistan çıxıb yadımdan. Eləmi? 15 ildir mən Azərbaycandayım. Aa, lap Oca gözəl. üz yoxdur ora qayıtmağa. Aa, niyə bu? Gəldim Azərbaycana, o vaxt ilə araba sürürdüm bazarda. Aeroportun bazarında. Belə araba sürürdüm. Nəysə o da çayxanada işləyirdi. Elə sevdik bir-birimizə. Yaxşı, bura bax. Bəlkə səni göndərək bir idarəyə. Qabaqdan yeni il gəlir. Şaxta baba. Nə qədər? 100 manat. Ay müəllim, burada mənə lazım. Mən Azərbaycan vətəndaşından çıxacağam. Mənə sizin qız da lazım deyil, uşaq da lazım deyil. Yatma, yenə budur. Hay dədə. Bəli. Hə, qardaş. Kişinin kişiyə borcu olar da. Ay, insan da ölür. Gözlə də 1 saatdan sonra mən sənə pulu çatdırıram. 1 saatdan sonra gəlib götürərsən. Ay, atma. Bu nə abırsız adamıymış ya. Mənim pulumu ver, mən çıxım gedim. Sən öncə məni bura kimi yığmısan. Başa düşdün? Mən pulumu ver, mən gedirəm. Kişi, mən qaçmıram ki. Nədə qaçmırsan? Bilirsən, mən sənə necə iş tapmışam. Neçələrin gözü var, bax bu işdə. Nə işdir ki öyle? Tikinti şirkətində prorab. Nə? Prorab. A kişi, mən provaburdan başım çıxır. Mən ələ salsan. Prorabdan ötürü baş lazımdır. Sənə tapşırmışam yuxarı, get puluğu qazan da. Sat qumundan, simendindən, aylıq maaş yerində tikəcəksən özünə, onların hesabına ev, eşik, dal nə istəyirsən? Ha, mən ələ salsan. Mən özümə işlət tapmışam. Mənə ehtiyac yoxdur. Mənə pulumu ver, mən çıxıb gedirəm. Heç bilirsən nə qədərdir sənin maaşın? Nə qədər? 800-900 manat. Nə qədər? Hələ 13-cü maaşı demirəm. Ha, mən də sənin haqqında elə pis şeylər fikirləşirdim ki, bunda gələcəyim çıxım o bir işdən. Get o təzə işə girmisən, neynəmsən, oradan çıx, gəl bura. Get işdə da bala, get işdə qazan da. Prosto bir balaca xərci var. Gedirsən qızın yanına, 100 manat köçürdürsən, səhər yox birsin, işləsən. Yenə pul? Bir balaca da 100 manat. Yaxşı. Nə sənət lazımdır gətirim? Heç bir sənət lazım deyil. Sən get ödəniş elə. Sən səhər yox birisindən çıxırsan işə. 100% müəllim. Bəli, bəli. Allatmırsın məni. Yox, nə danışsan kişi. Allah razı olsun, Allah razı olsun. Biraz da əsəbiydim, bağışlayın. Sən Allah. Olan şeydir, mən belə şeylər çox Sizin görürəm. haqqında çox şey, belə pis fikirləşirdim. Buyur, Belə də buyur. pis insan deyilmişdi səndən. Buyur. Sizdən də pisləri varmış. Salam qardaş. Necəsən? Adilən bəxtin var da maşallah olsun ha. Qulaq as. Sən sabah göndərirəm Sumqayıta. Hə? Sən göndərirəm Sumqayıta radio texnika zavoduna. Yaxşı da iş tapmışam sənin üçün 475 manat 70 şey. Necədir? Bura bax, sonra biraz da orada qəşəng işləyərsən, bir 10-15 min də mənə maya qoyarsan, sənin oradan böyük bir dənə vəzifəyə, müdür vəzifəsinə keçirlər. Oran müdürü də göndərirəm başqa yerə. Hə? Danışdıq? Gözləyəcəm zəngi. Mənə bugün 10.000 pul lazımdır. İşləyə bilmirsiniz, abala işləyə bilmirsiniz. Yoldaşımdır, mən neyniyim axı, neyniyim? Mən nə cavab verəcəm bilmirəm. Yaxşı, neynə, ged oradan görün nə qədər yığılıb, qoy konvertin arasına gətir. Alo.
Ha, salam qardaş. Sağ ol, sağ ol. Sənin işləri düzəltmişəm, işlərin əladır. Aha, ha, səni göndərirəm sənab stansiyaya. Əla maaşına, qiymətləri də yaxşıdır. Ay, yox, bir dəyə gözdə görməsən nə deyirəm də. Qulaq as da görünə də, bir dil otuyum, sən bir qulaq as da. Sənin mən göndərirəm oradakı oğlanlar var, hansı ki işə düşə bilmirlər. Hə, bax, həmən yerə göndərirəm səni. Yaxşı da maaşın olacaq orada. Samşiydi də, səndən zaddan tutarsan da. Yaxşı kanaldır, bu kanala düşmüsən sən. Su kanalı demirəm, kanala düşmüsən. Baş sağ ol. Biraz orada işləyəndən sonra, biraz maya qoyarsan, sən orada müdür qoyacaq. Qardaş 5.000 verirsən də cəmi. 5.000-dən mən səndən qoyum, aparı başını alsın qoyum. Oğlan var, əlində nə qədər pul, ora düşə bilmir. Rus səni mənə tapşırıblar da, başa düşdün? Ay, sağ ol da. Yaxşı. Var Allah qoyu, məndən niyə görəsən belə iş istəyirlər? Salam Fürsət müəllim. Xoş gördük Fürsət müəllim. Necəsiniz? Bağışda biraz gec gəldim, probka zatarı idi. Əyləş. Sən Allah bağışda da probka var idi, gecikdim biraz. Mən inşallah nə vaxt başlayıram işə? Sən narahat olma. Sən elə sabahdan gedirsən ora, mən deyək verəcəkəm. Elə qapını az ki içəri, oturursan orada müdür vəzifəsində. Sizin sayənizdə müəllim, bu işsizlikdən mənim canım qutardı. İnanırsan, nə qədər adam işsiz qalır. Yaxşı, yaxşı. Düzdür da, burada son. Müəllim, nə danışırsınız? Qəpiyə qəpik yerindədir. Mən Allah adamıyam. 3 dəfə də ziyarətdə olmuşam. Siz heç narahat olmayın, saya bilərsiniz. Etmişdim, çünki bilirsən, mən də o başqa adamam. Arxayın O sayəsində öyrəm ki. Arxayın olun, fürsət verin. Qəpiyə qəpikdir. Mən Sabah mümin adamam. 9 tamamda orada şeydə. Oldu, başlayır. Sopulun qalığını nə vaxt verəcəksən? Arxayın ol, qalan 3000-də işləyim 3-4 günə qaytarıb verəcəm. Mən indi rəsmi görüşlərim olmalıdır. Sən sabahları ora gedəndə yaxşı giyin. Belə yox ha. Şey libasda geyinirsən, müdürsən, müdür. Elə bilirsən. Yaxşı, təşəkkür edirəm. Sağ olun. Allah rəhm elədi, içimin qabağa düşdüm. Elə sənin qazancın var. Salam qardaş. Çox sağ ol da mənə. Necəsən? Mənə bir dənə ofis istəyirdim, gələn həftənin sonuna kimi. Harada qalıb fürsət müəllim? Bu nə icazə? İcarəyə verilir? Vay! Atoğa nələt fürsət! Adama atanda belə atarlar, ay həkəm. Evim yıxıldı, pulum getdi, vay!